Oğlaq Bürcü 26 may 2025 Oğlaq Bürcünün günlük proqnozu. Bugün Oğlaqlar üçün introspektiv və planlaşdırmaya yönəlmiş bir gündür. Gündəlik həyatınıza biraz fasilə verib, böyük hədəflərinizi yenidən gözdən keçirmək üçün əla fürsətdir. Özünüzə dürüst olun və nəyin sizin üçün həqiqətən vacib olduğunu müəyyən etməyə çalışın. Peşəkar sahədə isə gözlənilməz xəbərlər ala bilərsiniz. Əvvəlcədən hazırlıqlı olmaq və çevik reaksiya göstərmək sizə üstünlük qazandıra bilər. Yeni əməkdaşlıqlar və ya yön dəyişikliyi ilə bağlı təkliflər gündəmdə ola bilər. Daxili səslə yanaşı, məntiqinizi də nəzərə alaraq qərar verməyə çalışın. Şəxsi münasibətlərdə emosional dərinlik arta bilər. Partnyorunuzla və ya yaxın dostlarınızla daha səmimi söhbətlər aparmaq üçün uyğun gündür. Ehtiyaclarınızı ifadə etməkdən çəkinməyin, amma qarşı tərəfin fikirlərini də diqqətlə dinləyin. Subay Oğlaqlar üçün isə keçmişdə qırılmış bir əlaqənin yenidən gündəmə gəlməsi mümkündür. Pul məsələlərində diqqətli olmaq vacibdir. Bugün böyük xərclər etməkdən çəkinin və əlinizdə olan vəsaiti düzgün bölməyə çalışın. Gələcəklə bağlı maddi planlar qurmaq və qənaət strategiyası hazırlamaq üçün münasib gündür. Sağlamlıq sahəsində isə daxili gərginlik və stresə qarşı həssas ola bilərsiniz. Rahatladıcı fəaliyyətlər, məsələn, meditasiya, musiqi və ya təbiətdə vaxt keçirmək sizə faydalı olacaq. Bədəninizin ehtiyaclarını qulaq ardına vurmayın. Ümumilikdə 26 may Oğlaqlar üçün özünü dərk etmən, ehtiyatlı qərarlar və emosional balans günü ola bilər. Sakit qalın və hər şeyə mərhələli yanaşın. Beləliklə, həm daxili harmoniya, həm də real uğur əldə edə bilərsiniz. Dolça Bürcü 26 may 2025 Dolça Bürcünün günlük proqnozu. Bugün dolçalar üçün fərqli düşünmək və yenilikçi ideyalarla çıxış etmək üçün əlverişli gündür. Beyniniz sürətlə işləyəcək və qeyri-adi yanaşmalarla ətrafınızdakı insanlara təsir edə bilərsiniz. Yaradıcı fəaliyyətlər və fərdi təşəbbüslər sizə enerji verəcək. İş həyatında dəyişikliklər və gözlənilməz imkanlar gündəmdə ola bilər. Əgər uzun müddətdir yeni bir layihəyə başlamaq və ya iş istiqamətinizi dəyişmək haqqında düşünürsünüzsə, bugün ilk addımı atmaq üçün münasib zamandır. Komanda işi sizi sıxa bilər, buna görə də müstəqil şəkildə çalışmaq daha səmərəli ola bilər. Şəxsi münasibətlərdə isə biraz ehtiyatlı olmaq tövsiyə olunur. Açıq və dürüst olmaq əhəmiyyətlidir, amma sözlərinizin necə qarşılandığını da nəzərə alın. Əks halda yaxşı niyyətlə deyilmiş fikirlər yanlış başa düşülə bilər. Subay dolçalar üçün isə bugün tanışlıqlar və təsadüfi qarşılaşmalar maraqlı inkişaflara yol aça bilər. Pul məsələlərində gözləntilərinizi real tutun. Qarşınıza çıxan bir təklif ilk baxışdan cazibədar görünə bilər, amma detallarını diqqətlə incələmədən qərar verməyin. Büdcə planlaması və ehtiyatlı addımlar gələcəkdə sizi risklərdən qoruyacaq. Sağlamlıq baxımından enerjiniz yüksələcək, amma eyni zamanda düşüncə yükü sizi yorula bilər. Zehni gərginliyi azaltmaq üçün fasilələr verin və texnologiyadan bir qədər uzaq durmağa çalışın. Təbii mühitdə vaxt keçirmək və sosial təmaslar sizə müsbət təsir edəcək. Ümumilikdə 26 may dolçalar üçün fərqli fikirlərin, yeni imkanların və fərdi ifadənin günü ola bilər. Özünüzə inanın və daxilinizdəki yaradıcılığı ortaya çıxarmaqdan çəkinməyin. Balıq Bürcü 26 may 2025 Balıq Bürcünün günlük proqnozu. Bugün balıqlar üçün emosional həssaslıq və daxili intuisiya güclü olacaq. Ətrafınızda baş verən hadisələrə qarşı incə hisslərinizlə yanaşacaq, insanları daha dərindən anlamağa çalışacaqsınız. Yaradıcı və ruhlandırıcı fikirlər ortaya çıxa bilər, onları qeyd etməyi unutmayın. İş sahəsində isə diqqətinizi toplamaq çətin ola bilər. Praktik məsələlərdə bir qədər dağınıq ola bilərsiniz, ona görə də vacib qərarları təxirə salmaq daha doğru olar. Əgər sənət, musiqi, yazı və ya digər yaradıcı sahələrlə məşğulsunuzsa, bugün ilhamla dolu keçə bilər. Münasibətlərdə isə anlayış və empatiya ön plana çıxacaq. Sevdiyiniz insanla daha dərin emosional bağ qurmaq mümkündür. Səmimi söhbətlər və paylaşım günün ruhunu formalaşdıra bilər. Subay balıqlar üçün isə gözlənilməz bir tanışlıq sizi təsirləndirə bilər.
Pul məsələlərində bugün riskli qərarlardan uzaq durmaq daha yaxşı olar. Gəlir və xərclərinizi balanslaşdırmağa çalışın. Duyğuların təsiri ilə edilən alqı-satqı və ya sərmayələr sonradan peşmanlıq yarada bilər. Sağlamlıq baxımından psixoloji vəziyyətinizə diqqət yetirin. Stres və yorğunluq sizi daha çox təsirləndirə bilər. Rahatladıcı fəaliyyətlər, meditasiya və ya sakit bir mühitdə vaxt keçirmək sizə yaxşı təsir göstərəcək. Ümumilikdə 26 may balıqlar üçün emosional dərinlik, yaradıcılıq və mənəvi rahatlıq axtarışı ilə yadda qala bilər. Hisslərinizə qulaq asın, amma qərarlarınızda reallığı da nəzərdən qaçırmayın. Qoç bürcü 26 may 2025 Qoç bürcünün günlük proqnozu. Bugün qoçlar üçün fəallıq və təşəbbüskarlıq ön planda olacaq. Enerjiniz yüksəkdir və bu sizi həm işdə, həm də şəxsi həyatınızda irəli aparacaq. Qarşınıza çıxan imkanlara cəsarətlə yanaşacaq, uzun zamandır planlaşdırdığınız bir işi başlamaq üçün uyğun şərait tapacaqsınız. Peşəkar sahədə liderlik keyfiyyətləriniz önə çıxa bilər. Yeni ideyalar irəli sürmək və başqalarını inandırmaq qabiliyyətiniz güclənəcək. Əgər komandada işləyirsinizsə, bugün sizin təşəbbüslərinizə dəstək gəlməsi ehtimalı yüksəkdir. Yalnız diqqətli olun ki, tələskənlik planlarınızı pozmasın. Şəxsi münasibətlərdə isə bir qədər impulsiv davranışlar gərginliyə səbəb ola bilər. Sözlərinizi seçərək danışmağa çalışın və qarşı tərəfin fikirlərinə hörmətlə yanaşın. Əgər münasibətlərinizdə hansısa məsələ sizi narahat edirsə, onu açıq və səmimi şəkildə ifadə etmək üçün münasib vaxtdır. Pul məsələlərində təşəbbüs göstərmək sizə fayda verə bilər. Əgər yeni gəlir mənbəyi və ya kiçik sərmayə imkanları ilə maraqlanırsınızsa, bugün araşdırma aparmaq üçün yaxşı gündür. Lakin qərar verməzdən əvvəl riskləri diqqətlə ölçün. Sağlamlıqla bağlı enerji səviyyəniz yüksək olsa da, özünüzü həddən artıq yormamağa çalışın. Fiziki aktivlik sizə müsbət təsir edəcək, amma istirahət və düzgün qidalanma balansını qorumaq vacibdir. Ümumilikdə 26 may qoçlar üçün təşəbbüslə dolu, məqsədyönlü və enerjili bir gün ola bilər. İrəliləmək üçün fürsətlərdən istifadə edin, amma hərəkət etməzdən əvvəl düşünməyi unutmayın. Boğa bürcü 26 may 2025 Boğa bürcünün günlük proqnozu. Bugün boğalar üçün sabitlik və praktiklik ön planda olacaq. Həyatınıza daha çox nizam gətirmək, yarımçıq işləri tamamlamaq və konkret nəticələr əldə etmək üçün münasib zamandır. Detallara diqqətiniz artacaq və bu da sizi həm işdə, həm də şəxsi sahədə daha məhsuldar edəcək. İş həyatında sabit və planlı fəaliyyət sizə uğur gətirə bilər. Qısa müddətli hədəflərə fokuslanmaq və daha əvvəl başlanmış layihələri yekunlaşdırmaq bugün üçün daha uyğun ola bilər. Rəhbərlik və həmkarlarınız tərəfindən etibarlı biri kimi qəbul olunursunuz, bu da əlavə məsuliyyətlər qazandıracaq. Münasibətlərdə isə qarşılıqlı güvən və anlayış vacib rol oynayacaq. Əgər uzun müddətdir münasibətdə olduğunuz biri ilə fikir ayrılıqlarınız olubsa, bugün barışıq üçün gözəl fürsətdir. Subay boğalar üçün isə tanışlıqlar gözlənilsə də ehtiyatla və yavaş addımlarla irəliləmək tövsiyə olunur. Pul məsələlərində real və ölçülmüş yanaşma sizə fayda verəcək. Qənaətli davranmaq və uzun müddətli sabitlik üçün planlar qurmaq üçün münasib gündür. Əgər alış-veriş edirsinizsə, keyfiyyətə üstünlük verin, çünki bugün maddi sərvətləri qorumağa yönəlmisiniz. Sağlamlıq baxımından özünüzü balanslı hiss edəcəksiniz. Ancaq bədəninizin ehtiyaclarına biganə qalmayın. Sağlam qidalanma və orta dərəcədə fiziki aktivlik sizə özünüzü daha yaxşı hiss etdirməyə kömək edəcək. Ümumilikdə 26 may boğalar üçün praktik qərarlar, sabit addımlar və daxili rahatlıq günü ola bilər. Dəyişikliklərdən qaçmaq əvəzinə onlara uyğunlaşaraq möhkəm zəmin üzərində irəliləməyə çalışın. Əkizlər bürcü 26 may 2025 Əkizlər bürcünün günlük proqnozu. Bugün əkizlər üçün ünsiyyət və fikir mübadiləsi ön planda olacaq. Gözlənilməz görüşlər, maraqlı söhbətlər və yeni tanışlıqlar günə rəng qata bilər. Ətrafınızdakı insanlarla daha rahat və açıq dialoq qurmaq bacarığınız güclənəcək.
Günü uğurla keçirmək üçün hadisələrə çevik yanaşmaq və spontan qərarlara açıq olmaq önəmlidir. İş sahəsində çevik və çoxşaxəli yanaşma uğur gətirə bilər. Bir neçə məsələni paralel şəkildə idarə etməyə çalışa bilərsiniz. Əgər yaradıcılıq və kommunikasiya tələb edən sahələrdə çalışırsınızsa, bugün ideyalarınızla fərqlənmək şansınız yüksəkdir. Yeni layihələrə başlamaq və ya maraqlı təkliflər almaq ehtimalı var. Komanda işi zamanı isə diqqətinizi dağılmağa qoymamalısınız. Şəxsi münasibətlərdə açıqlıq və ünsiyyət önəm qazanacaq. Əgər qarşınızdakı insanla anlaşılmazlıq yaşamısınızsa, bugün barışıq və səmimi söhbət üçün münasibdir. Subay əkizlər üçün isə maraqlı tanışlıqlar gündəmdə ola bilər. Bu, sosial aktivliyinizlə əlaqəli olaraq baş verəcək. Pul məsələlərində isə diqqətli olmaq tövsiyə olunur. Qarşınıza qəfil bir alış və ya sərfəli təklif çıxa bilər. Lakin qərar verməzdən əvvəl məsələni hərtərəfli araşdırın. Kiçik, lakin gələcəkdə böyüyə biləcək gəlir imkanları nəzərə çarpa bilər. Sağlamlıq baxımından enerjiniz yüksək ola bilər, amma zehni yüklənmə günün ikinci yarısında özünü göstərə bilər. Mümkün qədər gərginlikdən uzaq durun və qısa fasilələr verməyə çalışın. Açıq havada vaxt keçirmək, sosial media və texnologiyadan azacıq uzaqlaşmaq zehni rahatlıq verəcək. Ümumilikdə 26 may əkizlər üçün maraqlı qarşılaşmalar, dinamik hadisələr və yeni fikir imkanları ilə dolu ola bilər. Hisslərinizi ifadə etməkdən çəkinməyin, ancaq qərar verərkən tələsməməyə çalışın. Bu, həm şəxsi, həm də peşəkar həyatınızda uğur gətirəcək. Xərçəng bürcü. 26 may 2025 Xərçəng bürcünün günlük proqnozu. Bugün xərçənglər üçün ailə və yaxın ətrafla bağlı məsələlər xüsusi önəm daşıyacaq. Sevdiklərinizlə vaxt keçirmək, münasibətləri möhkəmləndirmək və problemləri səmimi söhbətlərlə həll etmək üçün əlverişli gündür. Emosional dərinlik və daxili sakitlik hissləri sizi ruhlandıracaq, özünüzü daha rahat və balanslı hiss edəcəksiniz. İş həyatında səbir və planlı yanaşma müvəffəqiyyətinizin açarı olacaq. Yeni layihələrə başlamaq istəyirsinizsə, detallara diqqət yetirmək vacibdir. Komanda işi zamanı həm dəstək almaq, həm də başqalarının fikirlərinə açıq olmaq işinizi asanlaşdıracaq və daha məhsuldar edəcək. Münasibətlərdə qarşılıqlı anlayış və hörmət ön plandadır. Əgər münasibətlərdə hər hansı gərginlik varsa, bugün onu yumşaltmaq üçün münasib zamandır. Subay xərçənglər üçün yaxın çevrədə maraqlı tanışlıqlar və yeni ünsiyyət imkanları gözlənilir. Pul məsələlərində isə diqqətli olmaq lazımdır. Gəlir və xərcləri diqqətlə balanslaşdırmaq, lazımsız və emosional qərarlardan uzaq durmaq faydalı olacaq. Maliyyə ilə bağlı vacib qərarları təxirə salmaq və ətraflı araşdırmaq tövsiyə olunur. Sağlamlıq baxımından emosional gərginlik və stress sizi yorula bilər. Özünüzə vaxt ayıraraq rahatlamaq, meditasiya və təbiətdə vaxt keçirmək enerjinizi bərpa etməyə kömək edəcək. Ümumilikdə 26 may xərçənglər üçün ailə dəyərlərinə bağlılıq, emosional sabitlik və planlı fəaliyyət günü olacaq. Hisslərinizi dinləyin, ancaq qərar verməkdə tələsməyin. Səbir və balans sizi uğura aparacaq. Şir bürcü. 26 may 2025 Şir bürcünün günlük proqnozu. Bugün şirlər üçün özünə inam və liderlik bacarıqları ön plana çıxacaq. Enerjiniz yüksəkdir və ətrafınızdakı insanları ruhlandırmaq, onları motivasiya etmək üçün əlverişli zamandır. İşdə yeni layihələrə başlamaq və təşəbbüslər irəli sürmək üçün ən uyğun gündür. İdeyalarınızı inamla ifadə edin, lakin başqalarının fikirlərinə açıq olmaq da sizi daha uğurlu edəcək. Peşəkar sahədə məsuliyyətlər artacaq, ancaq siz bununla uğurla başa çıxacaqsınız. Komanda içində əməkdaşlıq və qarşılıqlı dəstək münasibətlərinizi möhkəmləndirəcək və iş prosesinizi asanlaşdıracaq. Münaqişələrdən və anlaşılmazlıqlardan uzaq durmaq, sakit və soyuqqanlı davranmaq faydalıdır. Şəxsi münasibətlərdə diqqət və qayğı göstərmək önəmlidir. Sevgi və dostluq əlaqələrində açıq, səmimi ünsiyyət münasibətlərin dərinləşməsinə kömək edəcək. Əgər uzun müddətdir birlikdə olduğunuz biri varsa, aranızda anlayış və harmoniyanın artması mümkündür. Subay şirlər üçün isə yeni və maraqlı tanışlıqlar günün müsbət tərəfi ola bilər. Pul məsələlərində diqqətli və planlı olmaq tövsiyə olunur.
Gəlirlərinizlə bağlı qərarları yaxşı düşünmək, riskli addımlardan çəkinmək vacibdir. Büdcənizi diqqətlə idarə edin və maliyyə planlarınızı yeniləmək üçün əlverişli gündür. Sağlamlıq baxımından enerjiniz yüksəkdir, amma yorğunluq və stressə qarşı diqqətli olmaq lazımdır. Gün ərzində balanslı qidalanmaq, istirahətə vaxt ayırmaq və fiziki aktivliyi unutmamaq sizi daha güclü saxlayacaq. Ümumilikdə 26 may şirlər üçün həm işdə, həm də şəxsi həyatda liderlik və yaradıcı enerjinin yüksəldiyi, uğur və inkişaf üçün geniş imkanlar açan bir gün ola bilər. İnamla irəliləyin və ətrafınızdakı dəstəyi dəyərləndirin. Qız bürcü 26 may 2025 Qız bürcünün günlük proqnozu. Bugün qızlar üçün diqqət və dəqiqlik əsas önəmlidir. İşlərdə təfərrüatlara diqqət yetirmək, əvvəldən planladığınız işləri yenidən gözdən keçirmək və nəticələri qiymətləndirmək üçün əlverişli zamandır. Planlarınızı tənzimləmək və daha effektiv strategiyalar qurmaq faydalı olacaq. Komanda ilə işlərdə səbirli və anlayışlı olmaq, qarşılıqlı əməkdaşlıqda uğur gətirəcək. Peşəkar sahədə məsuliyyətləriniz artır, ancaq təşkilatçılıq bacarıqlarınız sayəsində çətinliklərin öhdəsindən gələcəksiniz. Əməkdaşlarınızla aydın və dürüst ünsiyyət işinizi asanlaşdıracaq. Yeni imkanlar qarşınıza çıxa bilər, ancaq ani qərarlardan çəkinmək lazımdır. Münasibətlərdə isə qarşılıqlı hörmət və səmimi dialoq əsasdır. Yaxınlarınızla ünsiyyətdə aydınlıq və dürüstlük münasibətlərinizi gücləndirəcək. Subay qızlar üçün yeni tanışlıqlar mümkündür, ancaq münasibətlərdə ehtiyatla və düşünülmüş addımlar atmaq tövsiyə olunur. Maddi məsələlərdə ehtiyatlı və planlı olmaq vacibdir. Büdcənizi diqqətlə idarə edin, lazımsız xərclərdən qaçının. Qarşınıza sərfəli təkliflər çıxa bilər, amma qərar verməzdən əvvəl hər şeyi yaxşı araşdırmaq lazımdır. Sağlamlıq baxımından isə stressdən uzaq durmaq və bədəninizə diqqət yetirmək lazımdır. Yüngül fiziki fəaliyyət, düzgün qidalanma və kifayət qədər istirahət enerjinizi artıracaq. Ümumilikdə 26 may qızlar üçün diqqət, planlı yanaşma və ətrafla yaxşı əlaqə günü olacaq. Təfərrüatlara önəm verin, qərarları düşünərək verin və özünüzə qarşı səbirli olun. Bugünkü zəhmətiniz yaxın gələcəkdə müsbət nəticələr gətirəcək. Tərəzi bürcü 26 may 2025 Tərəzi bürcünün günlük proqnozu. Bugün tərəzilər üçün balans və harmoniya mövzusu ön plandadır. Həyatınızın həm iş, həm şəxsi sahəsində tarazlığı qorumağa çalışacaq, ədalətli və sakit yanaşma ilə qarşılaşdığınız problemləri həll etməyə üstünlük verəcəksiniz. Soyuqqanlı və məntiqli olmaq, duyğularınızı idarə etmək sizə fayda gətirəcək. Hisslərinizi və düşüncələrinizi yaxşı dəyərləndirmək vacibdir. İş sahəsində yeni ideyalar və əməkdaşlıq imkanları ortaya çıxacaq. Komanda ilə işləməkdə müəyyən çətinliklər yaşana bilər, amma kompromisə açıq olmaq sizi uğura aparacaq. Əgər yeni layihələr və ya danışıqlar gündəmdədirsə, detallara xüsusi diqqət yetirin. Planlaşdırmanı önə çəkin və ani qərarlardan qaçının. Münasibətlərdə qarşılıqlı anlayış, səbir və hörmət əsasdır. Sevdiklərinizlə səmimi və açıq dialoq münasibətlərinizi daha da möhkəmləndirəcək. Subay tərəzilər üçün yeni tanışlıqlar və əlaqələrdə irəliləyiş şansı var, qarşılıqlı ünsiyyətdə dürüstlük və həssaslıq vacibdir. Maddi məsələlərdə real və planlı yanaşma çox önəmlidir. Büdcənizi diqqətlə idarə edin, lazımsız xərclərdən uzaq durun. Gələcək üçün yığım və ehtiyat planları hazırlamaq faydalı olacaq. Maliyyə qərarlarını tələsmədən hər tərəfli qiymətləndirin. Sağlamlıq baxımından stressdən qaçmaq və bədəninizə yaxşı qulluq etmək vacibdir. İstirahətə vaxt ayırın, düzgün qidalanma və müntəzəm fiziki fəaliyyət enerjinizi artıracaq. Açıq havada vaxt keçirmək zehni rahatlıq üçün faydalıdır. Ümumilikdə 26 may tərəzilər üçün tarazlıq, səbir və səmimi ünsiyyət günü olacaq. Hadisələrə soyuqqanlı yanaşın, qərarları düşünərək verin və münasibətlərdə harmoniya yaratmağa çalışın. Bu yanaşma həm işdə, həm də şəxsi həyatda uğur və dərin məmnunluq gətirəcək. Əqrəb bürcü 26 may 2025 Əqrəb bürcünün günlük proqnozu.
Bugün əqrəblər üçün dərin emosiyalar və güclü intuisiyalar ön plandadır. Özünüzü və ətrafınızdakı insanları daha yaxşı anlamaq, gizli və mürəkkəb mövzulara diqqət yetirmək üçün əlverişli gündür. İntuisiyanız sizi düzgün istiqamətə yönəldə bilər, ona güvənin və hisslərinizi diqqətlə dinləyin. Hisslərinizi idarə etmək və onları ağlınızla uzlaşdırmaq bugün vacib olacaq. İş sahəsində ciddi və məsuliyyətli yanaşma tələb olunur. Qarşınıza çıxan çətinliklərə soyuqqanlılıqla yanaşaraq problemləri dərindən analiz etmək və effektiv həll yolları tapmaq uğurunuz üçün önəmlidir. Komanda ilə əməkdaşlıq zamanı açıq fikir mübadiləsi aparmaq və başqalarının fikrinə hörmətlə yanaşmaq sizi irəli aparacaq. Yeni layihələrə başlamaq və planlama işlərini həyata keçirmək üçün əlverişli bir gündür. Məqsədlərinizə fokuslanın və addımlarınızı diqqətlə atın. Münasibətlərdə isə dürüstlük, açıq və səmimi ünsiyyət çox önəmlidir. Sevdiklərinizlə qarşılıqlı anlayış və dəstək əlaqələri möhkəmləndirəcək. Əgər münasibətlərdə gərginlik varsa, bugün onu yumşaltmaq və problemləri aradan qaldırmaq üçün münasib vaxtdır. Subay əqrəblər üçün yeni tanışlıqlar, emosional dərinlik və qarşılıqlı etibarın artması mümkündür. Münasibətlərinizdə daha açıq və həssas olmaq sizi daha da yaxınlaşdıracaq. Pul məsələlərində isə ehtiyatlı və planlı davranmaq lazımdır. Maliyyə qərarlarını tələsmədən hər bir addımı yaxşı düşünərək vermək vacibdir. Gəlir və xərclərin balansını qorumaq və mümkün riskləri qiymətləndirmək sizi maliyyə baxımından gücləndirəcək. Yeni sərmayə və ya layihə imkanları olsa da, onlara soyuqqanlı yanaşmaq tövsiyə olunur. Sağlamlıq baxımından enerjiniz yaxşıdır, lakin stressi azaltmaq üçün xüsusi diqqət tələb olunur. Gün ərzində dincəlməyə, meditasiya etməyə və ya təbiətdə vaxt keçirməyə vaxt ayırın. Bu, zehni və fiziki sağlamlığınızı möhkəmləndirəcək, enerjinizi bərpa edəcək. Ümumilikdə 26 may əqrəblər üçün daxili gücün və intuisiyanın yüksəldiyi, həm işdə, həm də şəxsi həyatda diqqətli, planlı və səmimi olmağın vacib olduğu bir gün olacaq. Hisslərinizi və ağlınızı balansda saxlayın, soyuqqanlı və ağıllı davranışınız uğurun açarıdır. Bugün atacağınız addımlar sizi yaxın gələcəkdə müsbət nəticələrə aparacaq. Oxatan bürcü 26 may 2025 Oxatan bürcünün günlük proqnozu. Bugün oxatanlar üçün optimizm, geniş baxış və yeniliklərə açıq olmaq xüsusilə önəmli olacaq. Həyatınızda irəliləmək, yeni imkanlar axtarmaq və dəyişikliklər etmək üçün enerjiniz yüksəkdir. Gələcəyə dair planlar qurmaq, yeni ideyalar üzərində düşünmək və onları reallaşdırmaq üçün əlverişli gündür. Macəra arzusu və öyrənmək həvəsi sizi daha fərqli yollar kəşf etməyə sövq edəcək. İş sahəsində yaradıcılıq və təşəbbüskarlığınız diqqət çəkəcək. Yeni layihələrə başlamaq, mövcud işləri təkmilləşdirmək və inkişaf etdirmək üçün uyğun zamandır. Komanda işində fəal iştirak etmək, ideyalarınızı bölüşmək və başqalarının fikirlərinə açıq olmaq uğurunuzu artıracaq. Qarşınıza çıxan çətinliklərə çevik və açıq fikirli yanaşmaqla asanlıqla yol tapa bilərsiniz. Münasibətlərdə səmimiyyət və açıqlıq əsasdır. Sevdiklərinizlə açıq fikir mübadiləsi və qarşılıqlı dəstək münasibətlərinizi daha da gücləndirəcək. Subay oxatanlar üçün yeni tanışlıqlar və maraqlı dostluqlar gündəmə gələ bilər. Münasibətlərdə dürüstlük və qarşılıqlı hörmət uzun müddətli əlaqələr üçün təməl rolunu oynayır. Pul məsələlərində planlı və qənaətcil olmaq vacibdir. Büdcənizi diqqətlə idarə edin, lazımsız xərclərdən uzaq durun. Gələcək üçün yığım və investisiya imkanlarını dəyərləndirmək faydalı ola bilər. Maliyyə qərarlarını tələsik verməkdən çəkinin, hər addımı yaxşı araşdırın. Sağlamlıq baxımından enerjiniz yüksəkdir, lakin bədəninizin ehtiyaclarına diqqət yetirmək və istirahət etmək önəmlidir. Fiziki aktivlik, idman və təmiz havada vaxt keçirmək sizi canlandıracaq və zehni rahatlıq təmin edəcək. Ümumilikdə 26 may oxatanlar üçün geniş perspektivlər, enerji və yaradıcılıq dolu bir gün olacaq. Pozitiv düşüncə ilə məqsədlərinizə inamla irəliləyin, yeni fürsətləri yaxşı dəyərləndirin və özünüzə güvənin. Bugün atacağınız addımlar sizi yaxın gələcəkdə uğura aparacaq.